Qaqa, bayaqdan fikir verirəm, sənin keyfin yoxdur. Nə olubdu? Qaqa, sabah qızla görüşəcəm. Mənim də görüşə getməyə heç bir paltarım yoxdur. Ona görə keyfim yoxdur. Nə edeyim? Buna görə nəyə keyfi pozsan? Nəyin baş lazımdır? Qardaşın ölməyib ki, gedək Allahım. Elə xırda şeylər görə keyfi pozmayın. Narahat olma. Sən yenə keyfin yoxdur, qaqaş. Nəyə görə paltar da aldıq da sən? Qaqa, bilirəm, paltar aldıq, çox sağ ol. Amma qıza demişəm ki, mənim maşınım var, sabah sənin maşınla götürəcəm. Bilirsən də, qaqanın da maşını yoxdur, ona görə qanım qaradır. Səncə qardaşın ölübdür? Ala, get sür qızı hara lazımdır, apar da. Çox sağ ol, qaqa. Pravan var da yəqin ki? Var. Karuselə minmək istəyirsən? Bu gedin qiyməti maraqlan. Qaqa, nə karuseli? Qıza demişəm ki, yaxşı şəkillər çəkirəm, həm də məndə iPhone-dur. Bilirsən də, məndə iPhone deyil, Samsung-dur. İnsə bu onun şəkillərini necə çəkəcəm mən? Çox xırda şeyə görə belə keyfi pozursan, neysən? Götür iPhone-larımdan birini apar da. Verirəm. Doğrudan. Ay qaqa, sənə başa düşmürəm, nə öfüldürsən sən? Telefon istədin, həll elədin, paltar istədin, həll elədin, maşın istədin, həll elədin. Mənə bunu kim eləsə, qaqa, sevincimdən qanad açıb uçaram. Sənə nə olub? Qaqa, bilirəm, mənim bilirsən də, cibimdə 1 manat pul yoxdur. Sabah da qıza demişəm, restorana aparacağam. Mənim qız birdən su istədi, dondurma istədi. Necə edim ki, onları alım da, pulum yoxdur bilirsən. Sənə deyəsən, Aspirmatın kampaniyasından xəbərin yoxdur. Nə kampaniya? Aspirmat kampaniya keçirilir 5 illik yubileyinə görə. 2026-cı ilin aprel ayının 9-una qədər aktivləşdirilmiş kreditin varsa, sən orada endirim qazananlar çərçivəsində siyahıya düşə bilərsən. Doğrudan. Yoxlamaq üçün də aspir.az saytına və yaxud da Aspir application, iOS və Android tətbiqinə daxil olaraq şəxsi kabinetdən yoxlayırsan, qardaşım. Qaqa, bəs kampaniya nə vaxtı kimi davam edir? 2026-cı ilin 14 iyul tarixinə qədər tələs yoxlamağa. Qaqa. Nə olub? Niyə keyfin yoxdur yenə? Qaqa, bunun hamısı həll oldu. Bəs mən qıza necə deyim, evliyəm, 2 dənə uşağım var. Sənin 2 yaş aşdı.